bütün evi kamera qoydurur. Kamera da Bəli, qoymuş. bizdə Kamera kameralar qoydur, var. hər bir otağa kamera qoydurur və onu gəlin özünüz yazın, pozun da O kameralar, Yazılıb da kamera hamısı, yazılıb, hər hamısı o da gün. yazılır. Bizdə kameralar bir saniyə dayana bilməz. O kamerada yazılıb. Hər bir otaqda saniyə bir dənə böyük ortancıl Hələ bu qızım. kamera qoymuşsunuz, belə bir şey çıxır. Kamera qoymazsınız onda Hə, nələr? vəbşə müsibət olardı. Təsəvvür eləyin ki, necə olub. Aha. Zəng eləmişəm, maşından evə gəldim. Aha. 28 may. Amma Musa müəllim, bizim etiraf proqramının arxivi silinməzdi ha. Bu arxiv ola bilər 3 ildən sonra, 5 ildən sonra Yox, istəyir 50 ildən sonra. ay sağ olun. Yəni ki, burada tamamilə səmimi olur. Xahiş edirəm. Necə olub, mən onu açıqlamaq istəyirəm, düzünü. Aha. Mən həmişə Tərinə xanıma zəng eləyəndə, Tərinə xanım təsəvvür eləyin ki, 2 dəqiqə, 1 dəqiqə gec götürəndə əsəbləşirdim ki, bu telefonu niyə götürmüsən, gec götürürsən. Aha. Hələ onunla belə əsəbləşim. Təsəvvür eləyin ki, 10 dəqiqə, 12 dəqiqə, 13 dəqiqəyə kimi bu telefon susmur. Aha. Mən 28 maydan Nərimanova necə gəlmişəmsə, onu Allah bilir. Aha. Gəlişimi. Maşından düşən kimi qaçmışam içəri, zvanoku basmışam, içəri girmişəm, içəridə də ki, o ortancıl qızımdır. Aha. Allah bütün balaları xoşbəxt eləsin. Amin Bir də Allah. 5 yaşlı balaca qızım. Bir də budur. Aha. Açan kimi girmişəm içəri. Bu telefon niyə susmur? Aha. Kimdən danışırsan? Qənd qabı idi, nə idi? Konfet qabı, bunları tullamaq. Aha. Nə bilim, qışqırmaq, döymək, söymək, vurdum, hələ bunu da vurdum. Aha. Ki bu telefon niyə dayanmır? Mən ürəyim partlayır. Deyir ki, danışıram, nə olub ki? Dedim, kimlə danışdı? Amma bununla da başladı. Evet. Bu qalma-qal bununla başlayıb. Yəni mənim ürəyimdəki olan o qısqanclıq, nə bilim, necə deyim, mən bunu həddən artıq qısqanclığıma görə, həddən artıq, nə bilim, şübhələr məni boğur. Şübhələr boğur, amma siz Pis səhv fikirlər, demişsiniz. pis- Siz demişsiniz ki, adam var idi evdə, Təranə xanım qaçdı, adam qaldı. Ona görə də deyildi ki, o belə bir şey çıxmışdı. Hə. Mən özüm məşədiyəm. Ay, sağ olun. Mən onu başqa bir kanalda da açıqladım. Aha. Öyle dedim, getdiyim Məşədə and olsun, İmam Rıza'nın hərəminə and olsun. Yəni burada necə var onu etiraf edirəm. Elə bir şey olmuyor. Elə bir şey oldu, nə danışdınız? Aha. Elə bir şey olar mı? Həyatı boyu. O sevgim ən baladamdır. Onun canından da Allah olsun. saxlasın. Allah bütün balalar saxlasın. Bilirsiniz İlham Əgər bəy. elə bir şey olsaydı, İlham, mən həddən artıq səbirsiz insanam. Əgər mənim səbrim olsaydı, bu qalmaqalı mən bu boyda açıqlamazdım. Təbii ki, hamının evində söz-söhbət olub. Söz-söhbət özdə ki, bu boyda mən Bəli, çıxım bəli. xalqın qabağında bu bilirsiniz boyda ki, söz-söhbət Bəli, yaransın. mən də Bəli, bəli. Üzr istəyirəm bir Buyurun, dəqiqə. buyurun. Yəni Musanın bu əsəblərindən istifadə edənlər oldu. Bilirsiniz ki, yəni hər şey burada etiraf olunacaq bu Bəli, günləri. bəli. Ondan qabağa biz elə bir ki, bir neçə gün əvvəl Musa ilə söz-söhbətimiz olmadı.